Bilirsiniz, bu istiqamətdə Qatar gedib artıq. Burada kiminsə qoşulması, kiminsə yenidən qoşulması və yaxud da durdurması, kimlərsə pay ala bilər, 5%, 3% hər hansı bir ölkə adına şirkət olar, sonra cəlb edə bilərlər. Amma bu layihəyə gedib, bu layihənin dayanmama nədəni ondan ibarət olacaq ki, Avropa və Amerika yaxın gələcəkdə Çinlə hansı münasibətlər sistemində olacaq və Çindən çıxan bütün lojistik imkanların hamısı məhz iri dövlətlərin nəzarət altında, özəlliklə Amerika Birləşmiş Ştatlarının nəzarət altında olmalıdır. Bu Qırmızı dənizdir, bu Orta dəhlizdir, bu Rusiyadan çıxan quru yoludur və o cümlədən də perspektivdə Qrilandiyadan keçə biləcək su yolunu da məhz Amerika Birləşmiş Ştatlarının bugün israrla demək ki, Qrilandiya Amerika Birləşmiş Ştatlarının idarəçiliyinə verilməlidir. Məqsəd budur. Burada başqa bir məqsədlər yoxdur. Çindən çıxan bütün yollar hamısı tam nəzarətə götürülür. Ona görə də bu perspektivdə olacaq. Amma yüklər daşınır, tutaq ki, Çindən daşınan yüklər gəlir. Bir gün o yola da bir embargo qoya bilərlər, bir gün o yoldan da daşınmalar qadağan ola bilər. Əslində, Çindən çıxan yollar nəzarətdədir. O yollar barədə iri dövlətlər nə zaman, hansı qərar verəcək, Azərbaycan da o qərara tabi olacaq. Amma Qazaxıstanla, Orta Asiya Cumhuriyyətlərindən, Türkistan Cumhuriyyətlərindən gedəcək yüklərin, daşınacaq yüklərin böyük əksəriyyəti Azərbaycandan Orta Dəhliz yolu ilə Avropaya çıxarıla bilər və çox perspektivli bir yerdir. Və nə qədər yol var, müharibədə də, dinc həyatda da, iqtisadiyyatda da, nə qədər yol imkanları genişdir, dövlət o qədər güclü olur və dövlət o qədər çox qazanır. Nə qədər yol imkanları azdır, müharibəni də o qədər tez uduzursan, iqtisadiyyatda da o qədər tez məhv olursan. Əsas olan o süni əngəllərin formalaşmamasıdır yollarda. Süni əngəllərin, belə deyək də, bizdən asılı olmayan, bizim aradan qaldıra bilmədiyimiz problemlər barədə düşünməməliyik. Çünki ona bizim gücümüz çatmır. Biz indi Rusiya-Ukrayna müharibəsinin aradan qalxması üçün düşünək, nəyi dəyişə bilərik ki? Nə başlayan deyilik, nə qurtaran deyilik, nə vasitəçi olan deyilik, nə bizə eşidən yoxdur burada. Biz özümüz onu dərd etməliyik. Biz özümüzün təhlükəsizliyimizi bu istiqamətdə necə qoruyacağıq? Biz bu barədə narahat olmalıyıq. Hüzurumuzu poza biləcək şey budur, başqa bir şey deyil. Amma biz onun dayandırılması və yaxud da Trump İranı bombaladı. Biz nə edə bilərik? Trumpdan zəng eləyib, xahiş eləyəcək ki, bombalama. Ya biz ümumiyyətlə bu prosesin içərisində varıq-mı, yox-mu? Yox. Biz öz təhlükəsizliyimiz, Azərbaycanın təhlükəsizliyini və Azərbaycanın bu istiqamətdə zədə görməməsi üçün nələr edə bilərik, onları düşünməliyik.